Deyirəm aya bilirdiniz, bədtərindələr ki, İranın təciz tələblərinin başına, bexüsus onlar ki, istədilər 1324-də Azərbaycanımızı İranımızdan ayıralar, onların başına gəlibdi. Nə az tərəfə hökumət İran və hökumət Pəhləvi, bəlkə az tərəfə həmin hökumət əcnəbi şuravi idi ki, bunları qududub, təhrik edib, təsliq edib ötürmüşlər və bədbəxtlər fikr edilər ki, pis gündə onlar gəbləri sahib çıxıb bunlara nicat verəcəklər. Bu sözlər bir gün gələkdiyilə o adamlar ki, hələ o quşey zehnlərində xab və təsəvvür ibərə təciz İran, bexüsus Azərbaycan varlarıdır, bəlkə bu sözlərdən ibrət alalar və bilələr ki, adamın öz məmləkətindən və öz toprağından sonra heç kəs adama sahib çıxmaz. O zaman şuravi onlara sahib çıxmadı. Çə bilirsən indi İlham Əliyevlə Ərdoğana ki, istəyir sizə sahib çıxa. O zaman hökuməti be qol Fergey Demokrat dağılandan sonra bulan bir tedadı qaçır şuraviyə, bir tedadı qalır İranın içində. Sərani və əzası. Görək bu hökuməti Xundiz Pəhləvi bulanla neyniyibdi? Və ay nümunə döktü Səlamullah Cavid. Vəziri Keşvər və Ustandar Azərbaycan hökuməti pişəvərdi. İranda qaldı. Nə oldu? Bilafaslı təqribən demək olar qəziyyələrdən sonra Məhəmməd Şah Pəhləvi biləsini əfv elədi. Getdi işin gördü, tibabətini edirdi. Hətta hökumət Pəhləvidə kitab yazıbdı və hətta hökumət Pəhləvidə nəqd deyirlərmiş. İndi canlığını edir. 2000-ci Hacı Mirzəli Şəbistəri, rəis məclisi və qolu Fergey Demokrat. O da İranda qalır. Neçə ay, çox az ay gedir zindana və ondan sonra da Məhəmməd Şah yenə o dəfili çıxır işiyə və ömrünün axırıncı İranda Pişad Xürrəmi yaşır. Heç kəsindən də işi yox imiş. Və amma bunların əzai atdıları ki, təsmin tuturlar İranda qalırlar və üşündə ta ərtəş milli yetişincən mərdum bunları öldürmürlər və diri qalırlar ərtəş yetişəndən sonra. Bunlar da yenə neçə ay məmulən gedirlər zindana, çünki bu qəziyyədən neçə ay sonra Məclis Milli bir dənə fərman sadir edib, bir dənə qanun təsvib edib, bərai, əfv, ümumi əfrad ki, 50 qana bulanmamışdı. Onların hamısı zindandan çıxır eşiyə, neçə ay sonra da Məhəmməd Şah Pəhləvi fərman əfv şahanə sadir edir, hamısı çıxır eşiyə, gedirlər zindacanlıqlarını edir. Və amma o adamlar ki, İrandan qaçdılar o zaman, onların başına on gəlir. Dərvəhli əvvəl Xod Seyid Cəfəri Bişəvəri İrandan qaçır, gedir Şuraviyə Bakıda yaşır. Bir ildən sonra Nəhatay Əmniyyəti Şuravidə təsadüf saxta gedə biləsini öldürürlər, qutulur gedir. Xanım Məsumi Müsəvvəri Rəhmani gedir Moskva. İllər boyu yalvarır həmin hökuməti Xunrizi Pəhləviyə, yalvarır ki, sən Allah qoy mən gedim İrana. Və neçə illər sonra hökumət Pəhləvi biləsinə icazə verir, gedir İrana, Tehranda yaşır və heç kəsin cürəti yox idi biləsinə bir ehtiramlıq eləyə. Çünki hökumət Pəhləvi istəmir ki, buna kuçiklərin bir ehtiramı yolla. Biriya Vəziri Fərhəng hökuməti pişəvəri. O da Şuraviyə qaçanlardan idi. O qədər orada əziyyət edirlər biləsin. 2 seri istir qaçaq gələ qeydə İrana. Şuravi nirla biləsini tuturlar. Kolli işkəncə aparlar, bir də xaricbarı çəkirlər. Dəli olur. Nəm çıxıb ağac üstündə axirlərdə əzan vermiş. Və heç həstə nəhayətən gedir İrana və gedir Təbrizdə bir daha məscidlərin birində mizor olur. Qaçmışdı İran. Və əfrad adlı firqədəki qaçırlar o zaman Şuraviyə. Bunların da çoxun. Həmin Şuravi tutur yollar belələn Sibirdə xaricbariyə. Nəticə əxlaqi ki alırıq nə mənədir? O da budur ki, ay pantürk, ay millətçi, ay təciyyətələr, adam nə məhbə hərəm olmaz. Həmin şəxsi Məhəmməd Rza Şah Pəhləvi, həmin hökumət Pəhləvi ki, dalısıcan hər söz deyirsiz, hər yalan deyirsiz, həmin şəxsi Məhəmməd Rza Şah Pəhləvi idi ki, sizin o yücə lideriz pişəvərin arvad uşağına sahib çıxır. Nə məhbə hərəm olmayın.